Salam dostlar. Gəlin enimo, longer, nomo, longer ifadələrinə fikir verək. Enimo, longer cümlələrin sonunda, nomo, no longer cümlənin ortasında, feilin yanında gəlir. Diqqət yetirirsiniz. I don't live here any longer. Göründüyü kimi any longer, enimo cümlənin harasında gəlir? İnkar cümləsinin sonunda. I no longer live here. Bu isə cümlədə xəbərdən əvvəl gəlir. Cümlənin deməli, əsas feilinin yanında işlənir. Sifətin ardıcıllığına baxaq. Sifətin ardıcıllığı və vergül məsələsi. Göründüyü kimi osaskomla, yəni baş hərfləri sifət sırasını təyin edən abreviatura fikir verirsiniz, təslimatlara fikir verək. Sifət ardıcıllığının şablonunu görürsünüz. Videoda opinion rəy deməkdir, size ölçü, age yaş, shape forma, color rəng, origin mənşə, material, purpose məqsəd deməkdir. Ardıcıllıq bu hərflərin baş hərfindən götürülmüşdür, abreviatura olunmuşdur. Coordinative və cumulative sifətlər vardır. Vergül qaydasında fikir veririk bu zaman. Coordinative adjektivlər eyni kateqoriyadan olan sifətlərdir. Aralarında vergül qoyula bilər. Nümunəni görürsünüz. Cumulative adjektivlər isə fərqli kateqoriyalardan olduqları üçün osaskom sırası ilə düzələn sifətlərdən bunların arasında vergül qoymurlar. Nice old blue plastic bottle aralarında heç bir vergül işarəsi yoxdur.